Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzda müəllimlərin işə qəbul imtahanına hazırlaşan ibtidai sinif müəllimləri üçün 10 suallıq növbəti ümumi suallarımızı təqdim edirik. YouTube kanalımızda hər dəfə bu suallar ödənişsiz olaraq paylaşılır. Kanala abunə olaraq paylaşılan bu videolardan davamlı olaraq faydalana bilərsiniz. Bizim dərslərimizə qoşulmaq istəyənlər 055 418 82 02 nömrəsi ilə əlaqə saxlayıb ödənişli dərslərimiz üçün müraciət eləyə bilər. Gəlin, kanala abunə olduqdan sonra vaxt itirmədən keçək sualların izahına. Birinci sual. Uyğunluğu müəyyən edin. La qoşma kimi işlənsin. La bağlayıcı kimi işlənsin. La zərf düzəldən şəkilçi olsun. O heç kitabla, dəftərlə maraqlanmazdı. Baxın, kitabla, dəftərlə. Bunu ilk oxuyanda adamın ağlına gəlir ki, o heç kitab və dəftərlə maraqlanmazdı. Yəni, la-nı biz və ilə əvəz eləyə biliriksə, normalda bağlayıcı olur. Bəs burada vergül də var, ona diqqət eləyin. İndi baxın, kitab və dəftər yazdığım zaman, əgər la-nı və ilə əvəz eləyirəmsə, vədən sonra vergül qoyularmı heç? Təbii ki, qoyulmaz. Ona görə buradakı vergülü də mən özümdən ata bilməyəcəyim üçün, bunu və ilə əvəz elədiyim zaman burada bir vergül də olacağı üçün, demək burada və yoxdur. Çünki vergülü özümdən çıxarda bilmərəm. Əgər desəydim ki, məsələn, mağazadan kitabla dəftər aldım. O zaman deyərdim ki, kitab və dəftər aldım, vergül də yoxdur. Deməli, mən bunu rahat və ilə əvəz eləyə bilirəm. Amma buradakı vergülü ata bilmirəm. Deməli, o kitab ilə maraqlanmazdı. O dəftər ilə maraqlanmazdı. Burada sadəcə ilə qoşmasının sadalanması var. Birində kitaba qoşulub, digərində dəftərə qoşulub. Yəni, qoşma məzmununda işlənmişdir. Ona görə birə yazırıq A-nı. Dostum Ağabəy əllərini heyrətlə bir-birinə çırpdı. Heyrətlə sözündə heyrət kökdür. İsimdir, heyrət nə? Bir də deyirəm, heyrətlə çırpdı. Nə tərzdə, necə çırpdı? Deməli, lə burada zərf yaratdı. İsimdən zərf yaranan leksik şəkilçidir. Ona görə B-ni aid edirik biz 3-ə. Səməd bu yollara həsrətlə baxırdı. Yenə həsrət isimdir. Nə həsrət? Həsrətlə baxırdı. Necə baxırdı? İsimdən necə sualına keçdiksə, deməli, lə burada zərf yaratdı. Bilirik də ondakı necə sualından sonra əgər feil gələrsə, deməli, zərfdir bu. Ona görə C-ni də biz aid edirik elə 3-ə. Eyvazla Gülşən Xampərinin yanına getdilər. Eyvaz və Gülşən. Bax, burada və ilə əvəz eləyə bilirəm. Eyvaz və Gülşən Xampərinin yanına getdilər. Eyni zamanda və ilə əvəz eləyirəm. Birinci cümlədən fərqli olaraq fikir verin, vergül yoxdur burada. Qoyula da bilməz. Deməli, bu həqiqətən də bağlayıcıdır. D-ni də yazıram 2-yə. Deməli, 1A, 2D, 3B, C doğru cavabımız oldu. Y variantında. İkinci sual. Hansı cümlədə iki müxtəlif köməkçi nitq səsi işlənmişdir? Elə uzaqdan uzağa qonşu kənddə yaşayan qohumları ilə maraqlandı. Elə uzaqdan uzağa. Necə uzaqdan uzağa deyə bilmirəm. Elə burada ədatdır. Qonşu kənddə yaşayan qohumları ilə də burada qoşmadır. Bir ədat var, bir də qoşma. İki müxtəlif köməkçi nitq səsi bir də işlənib. Onun üçün bu dünyada hər şeydən əziz, təmiz adla yaşamaq idi. Onun üçün qoşmadır. Bir də adla, ad ilə yaşamaqdır. Bu da qoşmadır. Burada iki müxtəlif yox, eyni köməkçi var. Ona görə 2-ni götürə bilmirəm. Beləliklə, bütün həyətlərdə tonqalları yandırıb üstündən hoppanmağa başladılar. Burada beləliklə modal sözdür. Bütün həyətlərdə tonqalları yandırıb üstündən hoppanmağa başladılar. Başqa köməkçi nitq səsi yoxdur. Bundan sonra Babək düz bir həftə evdə qalıb təmirlə məşğul oldu. Dan-dən çıxışlıq halına qoşulan sonra sözü qoşmadır. Babək düz bir həftə, düz də burada ədatda heç bir suala cavab vermir. Deməli, bir qoşma var, bir də ədat var. Eyni zamanda baxın, bir həftə evdə qalıb təmir ilə məşğul oldu. İlə də burada qoşmadır. Yəni, qoşma və ədat var, iki müxtəlif köməkçi nitq səsi var. 1 ilə 4-ü doğru cavab götürmək olar. 3. Cədvələ əsasən doğru fikri müəyyən edin. Anasından ayrı düşən quzunu qurd yeyər. Ayrı düşən bu zərfdir. Cümləsində fərqləndirilmiş söz qoşmadır. Bu yanlışdır. Burada doğru verilib. Qapıdan əvvəl Əhməd daxil oldu. Burada əvvəl sözü, baxın, əgər qoşmadısa, mən əvvəlin yerini dəyişdirə bilmərəm. Yəni, yerini dəyişdirək. Əvvəl qapıdan Əhməd daxil oldu.
Demək olur, fikir verirsiniz. Deməli, əvvəlcə Əhməd daxil oldu mənasına gəlir. Bir də var deyirəm ki, səndən əvvəl mən gəldim. Gəlin də əvvəlin yerini burada dəyişdirək. Əvvəl səndən mən gəldim. Olmur, çünki əvvəl burada qoşmadım. Eyni zamanda əvvəl sözün işlənmə məqamında səndən əvvəl mən gəlmişəmsə, məndən sonra da sən gəlmisən. Məntiq bu da düzdür. Səndən əvvəl mən gəlmişəm. Bir daha baxın. Səndən əvvəl mən daxil olmuşamsa, məndən sonra da sən daxil olmalısan. İndi baxın, qapıdan əvvəl Əhməd daxil olubsa, qapıdan əvvəl Əhməd. Deməli, Əhməddən sonra qapı daxil olmalıdır. Əgər əvvəl burada qoşmadırsa. Əhməddən sonra qapı daxil olarmı? Yox. Yəni qapıdan əvvəlcə birinci Əhməd daxil oldu mənasında. Əvvəl burada zərfdir. Cümlədə deyə fərqləndirilmiş söz zərfdir. Bu doğru fikirdir. Burada yanlış yazılıb. Artıq kitabları yığışdırın cümləsindəki fərqləndirilmiş söz leksik mənaya malik söz kimi düşünülə bilməz. Düşünülə bilər. Artıq kitablar. Necə kitablar? Sifət kimi düşünülə bilər. Düşünülə bilməz yanlış fikirdir. Burada doğru yazılıb. Ancaq bu iş alınmadı cümləsindəki fərqləndirilmiş söz iki müxtəlif nitq hissəsi kimi düşünülə bilər. Bəli. Amma bu iş alınmadı. Amma ilə əvəz elədiyim zaman bu bağlayıcı olar. Amma bu iş alınmadı. Bir də yalnız sözü ilə əvəz elədiyim zaman ədat kimi düşünə bilərəm. Yalnız bu iş alınmadı. Təkcə bu iş alınmadı. Yəni bu doğru fikirdir. Burada isə yanlış yazılıb. Dərslərini məncə oxu cümləsindəki fərqləndirilmiş sözdə həm əsas, həm də köməkçi nitq hissəsi işlənmişdir. Bax, əgər məncə sözündən həm əvvəl, həm sonra vergül qoyulsaydı, bu yalnız modal söz kimi düşünülərdi. Amma vergül olmadığına görə mən deyirəm ki, burada dərslərini mən qədər oxu. Mən burada əvəzlikdir, C də burada qoşmadır. Deməli, bu sözün tərkibində iki köməkçi, iki nitq hissəsi var daha doğrusu. Mən əvəzlik, biri əsas nitq hissəsi, digəri köməkçi nitq hissəsi. Ona görə tərkibində həm əsas, həm də köməkçi nitq hissəsi işlənmişdir. Doğru fikirdir. Burada doğru yazılıb. Deməli, uyğun fikrimiz olacaq Y variantında. 4-cü sual. Hansı cərgədə verilmiş sözlərin hamısı düzgün yazılmışdır? Tomografiya, vestibül, separat. Burada tomografiyadır, A getdi. Təxliyədə bir dənə Y olur. Sillogizm O ilə yazılır. Təskinlik K ilə yazılır. Bu da getdi. Trigonometriya düzdür. Uvertura düzdür. Üzükvari düzdür. Təşkilat K ilə yazılır. Y də getdi. Düzgün cavabımız oldu. D variantında. 5-ci suala keçmədən öncə bir daha qeyd edirəm ki, bizim onlayn dərslərimiz üçün qeydiyyatdan keçmək istəyən müəllimlər 055 418 82 02 nömrəsi ilə əlaqə saxlaya bilər. Normal dərslərimiz həftədə 3 dəfə olur. Bu 3 dərsin biri sırf olaraq mətnlərin canlı yayımda izahından ibarət olur. Digər 2 dərsimiz mövzuların sırayla tədrisi və təşkil olur. Tam ətraflı məlumat və dərslərimizə qoşulmaq üçün WhatsApp-dan bizə yaza bilərsiniz. 5-ci sual. Hansı bənddə həm ismin qeyri-müəyyən təsirli halında, həm də müəyyən təsirli halında olan sözlər verilmişdir? Zaman açılanı necə doldurur? Açılanı müəyyən təsirliyi var. Dolunu boşaldır, boşu doldurur. Dolunu, boşu, burada da müəyyən təsirliyi var, amma qeyri-müəyyən yoxdur. Baharı vermişəm, qış qazanmışam. Baharı nəyi? Bu müəyyən təsirlik. Qış qazanmışam, qışı qazanmışam. Bu da qeyri-müəyyən təsirlik. B bəndində hər ikisi var. C-yə baxaq. Təklik qorxusunu ürək duydumu? Qorxusunu müəyyən təsirlik, ürək duydumu? Hazır ol, qapını döyür qocalıq. Qapını bu da müəyyən təsirlik. Burada qeyri-müəyyən təsirlik yoxdur. Zaman öz yerində dayanaydı kaş, özüm də bilmirəm nədir bu təlaş. Burada yoxdur. Dil açanda ilk dəfə ana söyləyirik biz. Ananı söyləyirik. Ananı qeyri-müəyyən təsirlik var. Ana dili adlanır bizim ilk dərsliyimiz. Burada amma deməli müəyyən təsirli hal yoxdur. Y variantı olmaz. Doğru cavab B variantı olacaq. Bəndlərin birində sifət işlənməmişdir. Qoy məndən dərs alsın qoca təbiət. Qoca, burada sifət var. Onu ətirli çiçəklər, rayihəli güllər belə qorxudurdu. Ətirli, rayihəli burada işlənib. Tuturlar onları qəfil atəşə. Gözləyir dostları qalın bir meşə. Qəfil, qalın sifətlər var burada. Əlimərdan atası kimi təkəbbürlü, kinli, höcət olsa da qoçaq bir dəliqanlıdır. Burada əslində təkəbbürlü olmaq, kinli olmaq, höcət olmaq bunları götürə bilməsək də qoçaq və dəliqanlı sözlərini götürmək olar. Yəni D-də sifət var. Bu gülüş yamanca dəydi hədəfə.
Dala da baxmadı o hikkəsindən. Yaman sözü dəymək feilinə aid olan zərfdir. Gülüş isimdir. Dala da baxmadı o hikkəsindən. Bəli, burada sifət işlənməmişdir. Doğru cavabımız olacaq Y variantında. 7. Müqayisə cədvəlinə əsasən doğru fikirləri müəyyən edin. Ceyran sürüsünü çəkdi uzağa, uçuşub bağlara qondu turaclar. Gah olur ki, ovçu könlüm dağlar aşar, asta gedib ağır gəzib ellər dolanır. Deməli, birinci fikir deyir ki, qeyri-müəyyən yəli halda olan isim işlənmişdir. Ceyran sürüsünü çəkdi uzağa. Ceyran çəkdi. Ceyranın sürüsünü çəkdi uzağa. Yox, Ceyran öz sürüsünü çəkdi uzağa. Ceyran burada adlı haldadır. Uçuşub bağlara qondu turaclar. Qeyri-müəyyən yəli halda olan isim burada işlənməmişdir. Bir yanlışdır. Mənsubiyə şəkilçili söz eyni zamanda təsirli hal şəkilçisi qəbul etmişdir. Ceyran sürüsünü, sürüsü mənsubiyyətdir, təsirli hal qəbul edib. 2 doğrudur. Burada fikir verin, 5 ortaq olduğuna görə bu Euler-Venn diaqramının düzbucaqlı formasıdır. Ona görə mən ikinci cümləni də yoxlamalıyam ki, görək orada mənsubiyyət və təsirli hal qəbul etmiş söz varmı? Gah olur ki, ovçu könlüm dağlar aşar. Baxın, könlümdə mənsubiyyət var, amma tərkibində təsirli hal yoxdur. Asta gedib ağır gəzib ellər dolanır. Bəli, ikinci cümləyə aid deyil. Deməli, ikinci fikir doğrudur. Qeyri-müəyyən təsirli halda olan isim işlənmişdir. İkinci cümlədə. Gah olur ki, ovçu könlüm tağları aşar, dağları. Qeyri-müəyyən təsirli hal var. Bəs birinci cümlədə necə? Ceyran sürüsünü çəkdi uzağa, uçuşub bağlara qondu turaclar. Burada yoxdur. Deməli, 3 doğrudur. Sifətin sualına cavab verən isim işlənmişdir. İkinci cümlədə gah olur ki, ovçu könlüm dağlar aşar. Dağlar aşar nə? Könlüm. Hansı könlüm? Ovçu könlüm. Burada ovçu sözü isimdir əslində nitq hissəsinə görə. Amma cümlədə hansı sualına cavab verir? Yəni isim sifətin sualına cavab verir. Deməli 4 uyğun gəlir. Birinci cümlədə Ceyran sürüsünü çəkdi uzağa, uçuşub bağlara qondu turaclar. Belə bir məsələ yoxdur. 5. Cəm şəkilçisi qəbul etmiş isimlərdən biri adlı haldadır. Deməli, birinci nümunədə Ceyran sürüsünü çəkdi uzağa, uçuşub bağlara, cəm şəkilçisi qəbul etmiş bu yönlü haldır. Qondu turaclar, lar qəbul eləyib bu adlı haldır. Birinci cümlə üçün uyğundur. İkinci cümlədə gah olur ki, ovçu könlüm dağlar aşar, dağları aşar bu təsirli haldır. Asta gedib ağır gəzib ellər dolaşar, elləri dolaşar. Yəni ikinci cümlədə cəm şəkilçili sözlərin hər ikisi qeyri-müəyyən təsirli haldadır, adlı halda deyil. Deməli 5 uyğun gəlmir. Doğru cavab 2, 3, 4. Cavab A variantı. 8. Bəndlərin birində frazeoloji birləşmə işlənməmişdir. İnsanoğlu can verər pərvanə tək atəşlərə. Can vermək, burada frazeoloji birləşmə var. Düz sözün, düz ilqarın, düz etibarın eşqinə. A-da işlənib. Onun gözəlliyi, incə varlığı duyan ürəklərə lərzə salırdı. Lərzə salmaq, burada yenə var. Əhməd bu uzun müddət içində Bakıda nə kimi bir dəyişiklik vücuda gəldiyini görmək, bilmək istəyirdi. Vücuda gəlmək. Bu da vücuda gətirmək, canlanmaq mənasında işlənib. Var burada yəni frazeoloji birləşmə. Ailədə bu qarşılıqlı ehtiram indi artıq ənənə və etiqad halında idi. Burada işlənməyib. Ay dənizin üstündə titrəyib, sanki gecəyə xəbər verirdi ki, xəbər vermək. Səssizlikdə danışa bilir. Bəli, xəbər vermə frazeoloji birləşmədir. Deməli, işlənməyən bəndimiz oldu. D variantı. Davam edirik 9-dan. Cədvələ əsasən uyğun bəndi müəyyən edin. Kitabı sözü adlı xaldadırsa, xəbərli şəkilçisi qəbul edə bilər. Bəli, kitabı sözündəki I mənsubiyyətdirsə, onun kitabıdır demək olar. Çünki kitabı təsirli halında olanda xəbərli şəkilçisi qəbul edə bilmir. Amma adlı halda kimi, yəni mənsubiyyət şəkilçisi kimi qəbul edə bilir. Bu doğru fikirdir. Burada yanlış yazılıb. Deməli, uyğun deyil. Babaya sözünün tələffüzü zamanı yönlü hal şəkilçisi fərqli tələffüz olunur. Baxın, burada sözün kökü babadır. A burada yönlü haldır. Sözün tələffüzünü yazaq buradan. Olur babıya. Yenə sözün kökü baba, A-nın ısı dəyişdi. Fikir verin. A burada yönlü haldır. Yönlü halın A-sı tələffüz zamanı dəyişmir. Deməli, fərqli tələffüz olunur. Bu yanlış fikirdir. Burada doğru yazılıb. Deməli, uyğun gəlmir. Boyaqçılıq sözü feildən düzəlmiş düzəltmə isimdir. Deməli, boya sözündən boyaq, boyaqçı, boyaqçılıq. Boyaqçılıq sözünün özü isimdir. Yəni, düzəltmə isimdir. Doğrudur. Feildən düzəlmişdir. Boyaqçılıq, lığı atanda boyaqçı ismindən düzəlib. Feildən yox, ismindən düzəlmiş düzəltmə isimdir olmalıydı. Bu yanlış fikirdir.
Burada doğru yazılıb. Deməli uyğun gəlmir. Mənşə sözü mənsubiyyətə görə dəyişdirsək, y bitişdiricisindən istifadə olunacaq. Mənim mənşəyim, onun mənşəyi. Doğru fikirdir bu. Burada isə yanlış yazılıb, uyğun deyil. Xalaya sözünün yazılışını iki cür düşünmək mümkündür. Biri var, bildiyimiz xalı, xalça sözü, xalıya. Bir də qohumluq münasibətləri, xalaya. Hər ikisinin tələffüzü xalıya formasında olur. Ona görə yazılışını iki cür düşünmək mümkündür. Bu doğru fikirdir. Qarşısında doğru yazılıb. Deməli, uyğun fikrimiz oldu Y variantında. 10. Verilmiş birləşmələrdəki birinci sözün son samitinin tələffüzünə əsasən məntiqi ardıcılığı tamamlayın. Deməli, bir də kəpənək uçuşu. Kəpənək sözünə sait artırıram, olur kəpənəyə. Sait gəldiyinə görə Y-yə keçir, özündən sonra yenə sait gəlib. Deməli, birdə kəpənək sözü Y ilə tələffüz olunacaq. Ərik budağı. Ərik sözünə sait artırıram, ərik, əriyə. Y-yə keçdi, fikir verin. Amma özündən sonra burada samit gəlib. Deməli, Y-nin qarşılığı xıştrik olmalıdır. Çürük sözünə sait artırıram, çürüyə. Deməli, sait artırdığım zaman Y-yə keçdi. Özündən sonra burada A saiti gəlib. Deməli, Y ilə tələffüz olunmalıdır çürük sözü. Baxın, birinci sözdə Y, 2-də xıştrik, 3-də Y, deməli 4-də xıştriklə tələffüz lazımdır mənə. Ürək ağrısı. Ürək sözünə sait artırıram, olur ürəyə. Özündən sonra baxıram A saiti gəlir, deməli ürək burada Y ilə tələffüz olunacaq. Çiçək sözünə sait artırıram, çiçəyə. Özündən sonra Ə yenə sait gəlib, deməli Y ilə tələffüz olunacaq. Dirlik sözü sait artırıram, olur diriyə. Özündən sonra K, baxın yenə I saiti gəlib, dirilik Y olacaq. Çörək zavodu, çörək sözünə sait artırıram, olur çörəyə. Özündən sonra Z samiti gəlib. Deməli Y-nin qarşılığı xıştrik olacaq burada. Çiyələk almaq, sait artırıram, olacaq çiyələyə. Çiyələyə. Özündən sonra A saiti gəlib, deməli Y ilə tələffüz olunmalıdır. Yəni A, B, C, Y variantları Y ilə, D bəndi xıştrik ilə tələffüz olunur. Doğru cavabımız oldu D variantı. Dəyərli izləyicilər, bu videomuzun da sonuna gəldik. Siz də bizim suallarımızdan, izahlarımızdan istifadə edirsinizsə kanala abunə olun. Videolarımızı bəyənin, paylaşın ki, digər müəllimlər də istifadə edə bilsin. Sağ olun, növbəti izahlarda, növbəti videolarda görüşərik. Thank you.